adamın bir kəsi yıxılır, ölür, dünyadan köçür. 2-3 nəfər gəlir, aparır, onu bastırır. Yoxsa əvvəllər görərdi kənd yerlərində, şəhərdə. Heç qoymurdular əlvi ağdan qaraya vurasan, qonşulardan biri həyat şirin olur deyə biri görsən, bir işi götürürdü, bir işi heç. Bu dünyadan köçən insanın ev sahibi bilmirdi ki, necə oldu bu şeylər. Hamısını qonşular eləyirdi. Mən bunu görmüşük də biz bunu. Hansı həyat yaxşıdır, individual hara getsin, evə, qapısını bağlasın və xoşbəxt ola bilir. Ola bilirsə belə, sosial həyatdadır insanın ləzzəti, xoşbəxtliyi, ictimai həyatda. Bir-birinə get-gəl eləməkdə, dostluq eləməkdə, səmimi olmaqda. Bir məhəllənin adamları qohum kimi yaşayırdı, qohum kimi. İndi bir qonşu qonşunu tanımır. İndi bu xoşbəxt həyatdır.